Qaz dolması bişirdim və mənə görə dünyanın ən dadlı kələm dolmasıdır məhz qaz ətindən. Qaz ətinin sinə hissəsini götürdüm. Yağlı qaz olsa lap gözəl. Bir üzərinə yarım stəkan düyü, yumru düyü olmalıdır. Göyərtilərdən isə bol-bol şüyüd, nanə və kişniş əlavə etdim. Və bunları da əlavə edirəm qiymənin üzərinə 1 çay qaşığı duz, istiot zövqə görə. Ayrıca yağın üzərində soğan və tomatı qovururam. Soğanı çiy şəkildə əlavə etmirik. Qovrulmuş halda daha dadlı olur. Və ətin üzərinə əlavə edib yaxşıca yoğururuq. Kələmi öncədən islatdım qaynar suda. Biraz büzüşmüş kələmdir, xeyli mənə əziyyət verdi. Qazana yığırıq, üzərinə yenə tomat suyu əlavə etdim, biraz quru nanə azırğı, heyvanı vurduqda kələmin qoxusunu canına çəkir, bir qədər kərə yağı və tam bişənə qədər su töküb bişirir.